Bizim müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri onların həftəlik dərs saatlarının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00-18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır. Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18-24 saat olacaq. Qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq. Məsələlər hazırlanacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s. Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. İstəməyənlər isə yenə də Sovet dövründən qalmış saatlıq sistemdə stavka əsasında fəaliyyət göstərə bilər. Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və stavka sistemi artıq özünü doğrultmur. Bu dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır deyə o qeyd edib.